Axşamınız xeyir olsun. Deməli, bu dəfəki mövzu izahımız şəxsi cümlə ilə bağlıdır. Bu, sadə cümlənin şəxsə görə növləri həmin mövzuya aiddir. Deməli, şəxsi cümlə nədir? Bizim sualımız budur. Mövzumuz oldu, sadə cümlənin şəxsə görə növləri. Bu bir. Onun da alt kateqoriyası aiddir şəxsiz cümlələri. Şəxsiz burada mübtədasız deməkdir. İnsansız yox ha. Şəxsiz mübtədasız. Şəxsi cümlə nədir? Yəni, mübtədasız cümlə. Həmin cümlədə mübtəda yoxdur. Mübtəda təsəvvür edilmir. Şəxsiz, yəni mübtədasız. Bu bir. Birinci qaydamız bunu əks etdirir. Mübtədası olmayan təsəvvür edilməyən cümlə. İki, xəbəri üçüncü şəxsin təkində olur. Xəbəri deməli, üçüncü şəxsin təkində olur. Nümunələrdən görəcəyik. Həm ismi xəbərli olur, həm fe'li xəbərli olur. Nümunələr. Deməli, axşamdır. Yalnız xəbərdən ibarətdir. Burada mübtəda yoxdur. Mübtəda təsəvvür edilmir. Deməli, şəxsiz cümlə mübtədasız cümlədir. İsmi xəbərli olur, fe'li xəbərli olur. Xəbəri yalnız üçüncü şəxsin təkində olur. Axşamdır, şaxtadır, qaranlıqdır, yayın əvvəlləridir, gözəl bir yaz səhəridir. Bunlar şəxsi cümlədir. Şəhərdə sakitlikdir, içəridə səsküydür. Yəni, bu nümunələrin hər birində mübtəda yoxdur, xəbəri üçüncü şəxsin təkindədir. Verdiyimiz bax bu nümunələr dünən demək ismi xəbərlidir. Dünən Novruzun son çərşənbəsi idi. Əli şəhərə çatanda axşam idi. Bu hissələrdə ki, mən burada göstərirəm, bunların hər biri ismi xəbərlidir. Son nümunədən başqa. Deməli, həm ismi xəbərli olur, həm fe'li xəbərli olur. Xəbəri üçüncü şəxsin təkində olur. Məsələyə ciddi yanaşıldı. Ərizəyə baxıldı. Muradxanın getməyinə icazə verildi. Bax, bunlar da bunlar fe'li xəbərli şəxsi cümlədir. Onların xəbərləri yanaşıldı, baxıldı, icazə verildi. Onlar şəxsiz fe'llərdir. Fe'lin növləri var. Məlum növ, məhsul növ, qaydiş növ, qarşılıqlı idari növ, izbar növ, şəxsiz növ. Onlar şəxsiz növdür. Deməli, həm ismi xəbərli olur, həm fe'li xəbərli olur. İsmi xəbərlər, nümunələr yuxarıda dedik. Fe'li xəbərli olanda birinci aiddir, şəxsiz növ fe'l ifadə olunan xəbərləri olanlar. Sonra gəlir frazeoloji birləşmələ ifadə olunanlar. Ananın ondan acığı gəlirdi. Ana sözü burada sizi çaşdırmasın. Ananın acığı gəlmək bir yer. Bu cümlə bir yerdə xəbərdir. Bir yerdə xəbərdir. Yəni, bunu yadda saxlamaq lazımdır. Aydındır. Ananın ondan acığı gəlirdi, bu tövbücdə xəbərdir. Və yaxud bu hissəyə baxın, rast gəlinmir. Bu xəbər aiddir frazeoloji birləşmə və yaxud onu görəndə Nərimanın rəngi qaçdı bir yerdə, burada onu görəndə zaman zərfli idi. Onu görəndə Nərimanın rəngi qaçdı isə deməli, biz bunu götürəcəyik. Bu hissəsi fe'li bağlamaq tərkibidir və zaman zərfli idi. İstanbulu görəndə Şamilin ağzı açıla qaldı. Bax, İstanbulu görəndə Şamilin ağzı açıla qaldı. Bu hissə xəbərdir. Deməli, bax, bu nümunələr şəxsi cümlə nümunələridir. Bunları əzbərləmək lazımdır. Digər modellər də demək olar ki, bunun üzərindən yaranır. Yadda saxlayaq ki, bax, belə bir əlavə qeyd yazıram. Adlıq cümlələrə şəxs olduğunu artırmaqla şəxsi cümlə yaratmaq olar. Adlıq cümlə nədir? Xəbəri olmayan, mübtəda əsasında formalaşma cümlə. Gözəl bir yaz səhəri adlıq cümlədir. Gözəl bir yaz səhəridir, şəxsi cümlədir. Bu da növbəti izahımız. Bir də təkrar edəyək. Şəxsi cümlələrin mübtədası olmur, təsəvvür edilmir. Xəbəri yalnız üçüncü şəxsin təkində olur. Həm ismi xəbərli olur, həm fe'li xəbərli. Bu da onun nümunələri. Və burada maraqlı olan, onu görəndə Nərimanın rəngi qaçdı. Bax, burada çaşdırmaq lazım deyil özümüzü. Nərimanın rəngi ayrıca mübtəda deyil. Nərimanın rəngi qaçdı, bir yerdə götürülür. Nərimanın rəngi ismi birləşməsi ilə. Rəngi qaçmaq, frazeoloji birləşməsi birləşir və şəxsi cümlə yaradır.
İstanbulu görəndə Şəmilin ağzı açıla qaldı cümləsində. Şəmilin ağzı açıla qaldı bir yerdə elə bil ki e, xəbər olacaq və həmin cümlə şəxsi cümlə olacaq. Başqa yuxarıda verdiyim nümunə var. Məsələn, Əli şəhərə çatanda axşam idi. Və yaxud deyirəm ki, Elxan, deməli, Zülfaya gələndə deyək ki, e, gecə idi. Bax, bu cümlədə Elxan sözü sizi çaşdırmasın, mübtəda deyil. Elxan Zülfaya gələndə bir yerdə zaman zərfliyi, gecə idi nümunəsində isə gecə idi xəbər. Bu da şəxsi cümlədir. Bunlara diqqət eləyək ki, imtahanlarda, bu tipli tapşırıqlarda problemlərimiz olmasın. Bu nümunələrlə bağlı izahımız bu qədər. Nəsə sualınız varsa, deməli, videoda sonra qeyd eləyə bilərsiniz, sualları izah eləyə bilərəm. Hansı əlavə mövzular sizə lazımdırsa, həmin mövzuları yaza bilərsiniz. Buraxılış imtahanları mart ayının 9-undan başlayır. O vaxta qədər sizə çətin gələn, maraqlı gələn nümunələri izah eləyə bilərik. Bu izahla bağlı, şəxsi cümlə ilə bağlı bu qədər. Sağ olun. Kanala abunə olun. Yeni tipli videolar gəlsin. Sağ olun.